Son dövrlər dünya ictimaiyyətində şok effekti yaradan Epstein faylları onu göstərir ki, bəziləri özlərindən başqa hər kəsi kölə görmək, insanları çeşidli şantaj üsulları ilə idarə etmək, paralel olaraq İslam dinini gözdən salmaq üçün əllərindən gələni ediblər və edirlər. Özləri əxlaqsız, vəhşi, terrorçu olmaqla azyaşlı uşaqların başına oyunlar gətirib iyrənc işlər görür, amma bütün etdikləri pis əməlləri İslamın adına yazmağa çalışırlar. Yayırlar ki, güya İslam insanları geriyə aparır, güya İslam elmin inkişafına mane olur, güya İslam terror dinidir. Görünən isə odur ki, bunların özləri əsl terrorçu, irqçi, əxlaqsız və ləyaqətsiz insanlardır. Məhz belələri üçün Uca Allah Ali İmran surəsinin 12-ci ayəsində buyurur ki: "Qul lillezine keferu setuglabun ve tuhşerun ila cehenneme ve bi'sel mihad." Kafirlərə de ki, siz məğlub olacaq və cəhənnəmə toplanacaqsınız. Ora necə də pis yataqdır.